Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size konjunktiv zweyin davamı olarak konjunktiv zweyin sein köməkçi feili ilə işlənməsini izah edirəm. İlkin olaraq konjunktiv zwei nədir? Yadımıza salaq. Konjunktiv zwei Alman dilində arzu, ehtimal, xahiş, ehtiram, şübhə, şərt, mövcud olmayan hal və ya reallıqdan uzaq vəziyyətləri, bəzən də əmri ifadə edən feil formasıdır. Və konjunktiv zwei forması danışıq zamanı daha nəzakətli olmaq üçün istifadə olunur, hansı ki bayaq vurğuladıq ehtiram cümlələrində. Sein konjunktiv zweidə necə düzəlir? Köməkçi feillərin konjunktiv zwei forması düzələrkən bu feillərin imperfekt, o da preteritum formasına umlaut əlavə edilir. İlkin olaraq yadımıza salaq, sein köməkçi feili indiki zamanda şəxslərə görə necə təsriflənirdi? Ich bin, du bist, sie es ist, wir sind, ihr seid, sie sind. Bəs preteritum sadə keçmiş zaman formasında şəxslərə görə necə təsriflənirdi? Ich war, du warst, sie es war, wir waren, ihr wart, sie waren. Konjunktiv zweidə isə preteritum formasına umlaut və şəxsonluqlar əlavə edilir. Sein köməkçi feilini konjunktiv zweidə şəxslərə görə təsrifləndirsək, ich wäre, du wärest, sie es wäre, wir wären, ihr wäret, sie wären. Sein feili Azərbaycan dilinə şəxs xəbərlik şəkilçisi kimi tərcümə olunur, əsas feil olaraq. Birinci nümunəyə baxsaq, Präsens indiki zamana aid bir cümlədir. Ich bin Arzt, mən həkiməm. Kişi cinsini bildirir. Preteritum sadə keçmiş zamanda ich war Arzt, mən həkim idim. Konjunktiv zweidə ich wäre Arzt, həkim olmaq istərdim. Bu cümlə arzu cümləsidir. Keçən dərsimizdə qeyd etdiyimiz kimi, hansı cümlələr haben feili ilə işlənirdisə, konjunktiv zweidə də haben ilə işlənir. Hansı cümlələr sein feili ilə işlənir, konjunktiv zweidə də sein feili ilə işlənəcək. Birinci, gələcəyə dair istək və xəyalları izah edən zaman konjunktiv zwei formadan istifadə edilir. Birinci nümunəyə baxaq. Mein Sohn wäre gern Fußballspieler. Oğlum futbolçu olardı. Okey. Birinci olaraq real bir vəziyyətdə deyirik ki, oğlum futbolçudur. Mein Sohn ist Fußballspieler. Preteritum sadə keçmiş zaman formasında desək ki, oğlum futbolçu idi. Mein Sohn war Fußballspieler. Ancaq biz gələcəyə dair bir istək və ya xəyalı ifadə ediriksə, bu zaman konjunktiv zweidən istifadə edirik. Oğlum futbolçu olardı. Mein Sohn wäre gern Fußballspieler. İkinci nümunəyə baxaq. Sie wären Schauspieler und Schauspielerin. Onlar aktyor və aktrisa olardılar. Nədir? Gələcəyə dair bir istək, bir xəyal cümləsidir və konjunktiv zweidən istifadə etdik. Əgər real bir vəziyyətdə desəydik ki, onlar aktyor və aktrisadırlar, Sie sind Schauspieler und Schauspielerin. Ancaq onlar aktyor və aktrisa olardılar. Bir arzu, bir istək, konjunktiv zweidən istifadə etdik. Gördüyünüz kimi, onlar aktyor və aktrisadırlar deyərkən, biz sein feilindən istifadə etdik ki, Sie sind Schauspieler und Schauspielerin. Ona görə də artıq konjunktiv zweidə də biz seinlə istifadə edirik. Sie wären Schauspieler und Schauspielerin. İkinci, nəzakətli formada sual verdikdə, mümkün olardımı ki, sən mənə kitabını borc verəsən? Bu bizim nəzakətli formada sual verməyimizi göstərir. Buna görə də konjunktiv zweidən istifadə edirik. Mümkün olardımı? Biz artıq seinlə istifadə edirik. Wäre es möglich, dass du mir dein Buch leihst? Wäre es möglich, dass du mir dein Buch leihst? Mümkün olardımı ki, sən mənə kitabını
borc verəsən. Digər nümunə, harada ad günü yığıncağımı keçirmək yaxşı olardı? Harada yaxşı olardı? Wo wäre es gut, meine Geburtstagsparty zu feiern? Wo wäre es gut, meine Geburtstagsparty zu feiern? Siz bununla razı olardınızmı? Wären Sie damit einverstanden? Wären Sie damit einverstanden? Nəzakətli formada sual veririk. Bu sizin üçün uyğun olardımı? Wäre das in Ordnung für Sie? Üçüncü nəzakətli formada xahiş edilən cümlələrdə. Bugün evə tez gəlsən, çox yaxşı olardı. Es wäre sehr schön, wenn du heute früher nach Hause kommen würdest. Çox yaxşı olardı. Es wäre sehr schön. Konjunktiv 2-dən istifadə etdik. Ev işlərində mənə kömək etsəydin, çox yaxşı olardı. Es wäre sehr schön, wenn du mir im Haushalt helfen würdest. Dördüncü qeyri-real vəziyyəti bildirən cümlələrdə mən sənin yerində olsaydım, bu iş təklifi üçün Almaniyaya gedərdim. Mən sənin yerində olsaydım. Vəziyyətin qeyri-real olduğunu göstərir. Wenn ich an deiner Stelle wäre, würde ich wegen dieses Arbeitsangebots nach Deutschland gehen. Birinci cümlə, mən sənin yerində olsaydım. Qeyri-reallığı bildirdiyinə görə konjunktiv 2-dən istifadə etdik. Mən həkim olsaydım, pulu olmayan bütün xəstə insanlara kömək edərdim. Wenn ich Arzt wäre, würde ich allen kranken Menschen ohne Geld helfen. Mən həkim olsaydım, deyiləm. Amma həkim olsaydım, pulu olmayan bütün xəstə insanlara kömək edərdim. Vəziyyətin qeyri-real olduğunu göstərir. Buna görə də konjunktiv 2-dən istifadə edirik. Wenn ich Arzt wäre, würde ich allen kranken Menschen ohne Geld helfen. Konjunktiv 2 sein köməkçi feili ilə keçmiş zamanda necə düzəlir? Sein köməkçi feilinin konjunktiv 2 forması ikinci yerdə gələrək şəxsə görə təsriflənir. Əsas feilin partiv 2 forması isə cümlənin sonunda gəlir. Qeyd etdiyimiz kimi, haben köməkçi feili ilə işlənən feillər keçmiş zamanda konjunktiv 2-də haben köməkçi feili ilə işlənir. Sein köməkçi feili ilə işlənən feillər isə keçmiş zamanda sein köməkçi feilinin konjunktiv 2 forması ilə işlənir. Konjunktiv 2 sein keçmiş zamanda şərt cümlələrində istifadə oluna bilər. Bugün evdə olsaydın, axşam sizə gələrdim. Əgər bugün evdə olsaydın, axşam sizə gələrdim. Wenn du heute zu Hause gewesen wärst, wäre ich am Abend zu euch gekommen. Birinci cümlədə, ikinci cümlədə hər ikisi keçmiş zamana aid cümlədir və sein köməkçi feili ilə işlənən feillər olduğuna görə keçmiş zamanda sein köməkçi feilinin konjunktiv 2 forması ilə işləndi. Wenn du heute zu Hause gewesen wärst, wäre ich am Abend zu euch gekommen. Əgər o Almaniyada olsaydı, Berlinə gedərdi. Wenn er in Deutschland gewesen wäre, wäre er nach Berlin gefahren. Hər iki cümlə keçmiş zamandaydı, olsaydı, gedərdi və konjunktiv 2 ilə istifadə olunub. Şərt cümləsidir. Wenn er in Deutschland gewesen wäre, wäre er nach Berlin gefahren. Olsaydı, gewesen wäre, gedərdi, wäre gefahren. Bugünlük bu qədər. Hər kəsə təşəkkürlər. Növbəti videoda görüşənədək hələlik.